mövzunun ilk başlarında dediniz ki, bəzi təzyiq xəstələri və şəkər xəstələri həkim məsləhəti ilə oruc tuta bilərlər. Elə mənim tanıdığım bir şəxs var ki, yəni o orucluqda təzyiqin normallaşdığını düşünür və il boyu adam orucdur, yəni oruc kimi qidalanır, bir oruc kimi qidalanır, belə deyək. Sizcə bu nə qədər doğrudur bəs? Bu da gözəl bir nüansdır Fərid bəy. Məsələn, o dediyimiz glikojen depolarının istifadəsindən sonra, yəni o 5-6 saatlıq aclıqdan sonra yaranan aclıqlarda hansı ki zülal və ya karbonhidrat digər şeylər yağlar yandırılmağa başlayır bədən tərəfindən. O insulinə duyarlılıq artıq, yəni o insulin daha çox görülür, daha çox istifadə olunur və düzgün bir istədiyimiz metabolik formaya düşür. Bu uzun sürəli açlıqlarda ki, məsələn deyirsiniz, kimsə də deyir ki, mənim şəkərim yerinə düşdü, mənim təzyiqim yerinə düşdü. Təzyiq çünki sadəcə bir səbəbli bir şey deyildir. Biz bir neçə səbəblidir. İnsulin direncinin olması belə sizin təzyiq probleminizi yarada bilər və ya qan damarlarınızda birikmiş olan plaklar dediyimiz, hansı ki bunlar yağlar və o insulin direncinin nəticəsi, kötü qidalanma, pis qidalanma nəticəsində ortaya çıxan damar tıxanıqlıqları, bunlar da bir növ sizin əslində təzyiq problemləriniz deyilmi? Bütün bunlar xərclənir bədən tərəfindən, istifadə olunur və bir rahatlama gəlir bədənə.